Salam əziz izləyicilər, xoş gördük sizləri yenə də mənim kanalımda. Mən sizin tarix müəlliminiz Tural Hoca. Bugün sizə 24 may 2026-cı il tarixdə keçirilmiş qəbul imtahanından 3-cü qruplar üzrə tarix suallarının izahını verəcəm. Deməli 31-ci sualda nə deyir? Burada deyir ki, Qədim Misirdə vahid dövlət necə yaranıb? Yuxarı Misirin və aşağı Misirin birləşməsi ilə bu sualda doğru cavab D olacaqdır. 32-ci sualda məsələn da ki, burada bizim şagirdimiz biraz səhv edib. NATO-ya üzv olma, konstitusiyanın qəbul edilməsi, Avropa İqtisadi Birliyinin yaradılmasına iştirak edilməsi. Burada İngiltərə götürüb, İngiltərə olmaz. Bunlar heç birisi olmaz. Sonra burada məsələn tutaq ki, yenə İngiltərə, ABŞ olmaz, SSR olmaz. Cavab nə olacaqdır? Burada D variantı olacaqdır. Fransa və Almaniya Federativ Respublikası. 33-cü sual Şıxlinskidir, Səməd bəy Mehmandarovdur və Hüseyn xan Naxçıvanskidir. Burada Çarın yeganə müsəlman yavəri olan Hüseyn xan Naxçıvanskidir. 3A olmalıdır. 3A olan variantları götürsək, burada yalnız deməli nə qalır? Deməli A-dan Y qalır. Burada isə ilk Azərbaycan hərbi təyyarəçi İbrahim Ağa Vəkilovdur. Məsələn, D bəndi olmaz ona görə. Bir də yəni istənilən halda D bəndini burada götürməyəcək. A variantı olmaz. Cavab nə qalır burada? Y variantı. Yəni bu sualda cavab burada 1-ə C, 2-yə, 3-ə, 4-ə B olacaqdır. 16-cı əsrin ikinci yarısı Osmanlı dövləti üçün səciyyəvi idi. Yəni 1550-lərdən sonra Köprülü Mehmet Paşa deməli 1600-lərdədir. Ağqoyunlu qoşunları 1400-lərdə qalıb. Sonra Viyananın 1529-da bir də 1683-də mühasirə alır, düşmür. Misir Məmlük 1517-də olmaz. Cavab nə olacaqdır? 1578 ikinci belə deyək də mərhələnin başlanması. 34-də C bəndi olacaqdır. 35-ə baxırıq. Burada Kəlbəcərdir. Bizim uşağımız bunu yazmayıb. Deməli, burada rayona aid olan nədir? Paleolit dövrünə aid Zardır. Kəlbəcərdə Zar mağarası var. Burada 8 noyabrda Şuşadır olmaz. Orta Tuz dövrünə Göytəpə burada yuxarıdadır. Buna deyil. Göytəpə daha doğrusu Urmiyadadır burada deyil. Yəni 1 ilə 3 olmaz. 1 olmaz, 3 olmaz, 1 olmaz, 3 olmaz. 4 olar. Yox, 4 də olmaz. Çünki Sərkərtəpə gedir orada Xaçmaza. Amma noyabrın 25-nə görə azad olunma var idi burada. Cavab nə olacaqdı burada? 1-5. Niyə mən 1-in üstünə xətt çəkmişdim? Hə, bu sualda doğru cavabımız 1-5 olacaq. B variantı. Biraz elə bir ki, düz izah eləmədim. Nəysə. 36-cı sualda söhbət Naxçıvan xanlığından gedir burada. Naxçıvan xanlığına aid olanı istəyir. Qarabağ xanlığından asılı olub, hə. Georgiyevski bağlamayıb, Lənkəran Quba bağlayıb, Çuxursadın ərazisində yaranıb, hə. Türkmənçaya görə isə artıq Rusiyaya keçib. Gülüstana görə Rusiya Qacarlarda qalmışdı. Bu sualda doğru cavab 1-3 olacaqdır. D variantı. 37-ci sualda 1230-larda nə olar? 1230-larda biz Ali Monqol Xaqanlığının tərkibində olarıq. Cavab burada nə olmalıdır? C variantı. 38-də isə Şimali Azərbaycan tarixində 1850-lərdə nə olub? 1852-də natural vergin ləğvidir. 1853-də dövlət kəndlərinin bir yerdən başqa yerə köçməsinin ləğvidir. Burada cavab A variantı olacaqdır. 39-cu sual asan sualdır. Burada xilafət dövründə vergilər. Düzdür, burada torpaqdır. Çaşa bilərdiniz torpağa görə. Yəni, amma burada cavabınız nə olmalıdır? A variantı olmalıdır. Düşünürəm ki, suallar asandır. AXC-yə aid olan hadisə nəticələrinin uyğunluğunu istəyir. 1 səhvdir. Deməli, 2 səhvdir. Milli Şura, məsələn, Daşkəsədə dayanır fəaliyyətini 16 iyunda, Gəncəyə köçəndən sonra 17 iyunda. Mudros olar düzdür və 4-dür. Osmanlılar çıxanda burada Araz Türk Respublikasını yaratmış. Cavab nədir burada? D variantı. 41-ə baxırıq. Ağqoyunlu hökmdarı Qara Yusif və Səfəvi Şahşah birinci Təhmasibin oxşar xüsusiyyətini istəyir. Burada cavab C variantı olacaqdır. Şirvanşahlar dövlətilə müharibə. 42-yə baxırıq. Hadisələrin yerini dəyişsək, bu 1945-dir. Bu isə 1920-dir. Yəni bunu yuxarı qaldırsa, bunu aşağı salsaq düz gəlir. Bu 49-dur. Bu da 56-dan sonradır da. Yəni istənilən halda 1 ilə 2-nin yerini dəyişsək, nə olur? Ardıcıllıq alınır. Cavab burada 1 və 2-dir. 19-cu əsrin ikinci yarısında Şimali Qafqaz və Mərkəzi Asiya. Şimali Qafqazın işğalı 1864-də başa çatır. Mərkəzi Asiyanın işğalı isə ruslar tərəfindən 1895-də Pamiri tutulurlar. Ondan da başa çatır. Cavab burada nə olacaq? B variantı. 44-cü sualda 17-ci əsrdə baş vermiş Səfəvi-Osmanlı müharibələrinə aid deyil. 17-ci əsr, yəni 1600-lərdən sonradır. Səfəvilər müharibələrinə Səfəvi dövlətinin Hörmüzü azad etməsi. Burada cavab A variantı olacaqdır. Burada bizim uşağımız Osmanlı Krım hərbi qüvvələrinin məğlubiyyətə uğradılması götürüb. Yəni Osmanlı Səfəvi müharibələrində Hörmüz söhbəti getmir. Burada A bəndi səhvdir. Daha doğrusu burada B bəndi səhvdir. Burada cavab A variantı olacaqdır. Növbəti suala baxırıq burada 45-ə. Eldənizlər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvana aid deyil. Sultan titulu qəbul edilməsi olacaq burada. Doğru cavab. Çünki sultanı qəbul edən Məhəmməd Cahan Pəhləvan deyil, Qızıl Arslandır. 46-ya baxırıq. Xəzərlərdən fərqli olaraq deyir Uyğurlar. Ümumiyyətlə Uyğurlar 744-də meydana gəlib. Yəni 8-ci əsrdə. A variantı olmaz. Yəni 1-ə A olmaz. Sasani dövlətinə qarşı mübarizə. Uyğurlar Sasanilərə qarşı mübarizə aparmayıb. 1-ə B də olmaz. Elə olanda cavab edənə qalır burada nə? Y variantı ilə.
Roma sərkərdəsi Pompeyin məqsədi nə idi? Hindistanla Qara Dəniz sahillərinə gedən ticarət yollarını ələ keçirmək. Burada cavab A variantıdır. 48-də 2-ci Qarabağ müharibəsi dövrünə aiddir. Burada BMT-nin Təhlükəsizlik Şurasının ölkəmizin ələ qətnamə qəbul etməsi olmaz. Çünki orada İngiltərə buna icazə verməyib, imkan verməyib. Bunlar hamısı olub. Belə deyək də. Qarabağ mücrüsü o təyyarələr idi. Sonra pilotsuz uçuş aparatları uğurla istifadə edilməsi. Sonra burada gəlirik 49-cu suala. 1640-lardan fərqli olaraq 1650-lərdə nə olar? Burada cavab olacaq Bizans imperatorluğu ilə ittifaqın yaradılması. Yəni 1654, daha doğrusu 1600 yox, 640-lardan. 640 yox, 640-da yox, 654-də və 660-da Cavanşir 2 dəfə Bizans hökmdarı ilə görüşüb, onunla ittifaq bağlayıb. Cavab burada Y variant olacaqdır. Heydər Əliyevin birinci prezidentliyi 93-cü ildən 98-ci ilə qədərdir. Burada manat olmaz. Horadiz 1994 olar, torpaq islahatı 1996-da olar, BMT-yə üzv qəbul olunma 1992-də olmaz. Cavabdan olacaqdı 2-3 Y variantı olacaq bu sualda. 51-ə baxırıq. Xəritədəki rəqəmlərlə bağlı verilənlər doğru olmayanı istəyir bizdən. Burada cavab 5 olar, vandallardan azad edib. 2 olmaz, çünki İtaliyanı işğal eləməyib. Burada cavab B variantı olacaq. Yəni Frank hökmdarı Xodovik tərəfindən işğal olunmuşdu, İtaliya yox. Burada cavab B variantı olacaq bu sualda. 52-yə baxırıq. 1820-lərdə Şimali Azərbaycan işğalı başa çatdıqdan sonra Çar Rusiyası ölkəmizdə xama nəsə üçüncü burada. Hə, burada nə edəcək? Neft sənayesində xarici kapitalın üstünlüyünün qarşısını almağa çalışırdı. Həmin dövrdə onsuz da xarici kapital yoxdur. Bir səhvdir. Yəni biri atarıq. Müstəmləkəçilik olar. Sənaye çevrilişi ümumiyyətlə orada yoxdur. Yəni 3 olmaz. Qalır burada 2-5, 2-4. İltisam sistemi 1872-də ləğv olunub. 2-4 olmaz. Cavab nədir? Burada B variantıdır. Ucuz xamal bazasına çevirməyə çalış. 53-ə baxırıq. Neolit və Eneolit dövrlərinə aid oxşar. Toxa olar hər ikisində. Düzdür, Eneolit dövrü əkinçili, toxa əkinçilidir, amma Neolitdə də toxa var. İlkin şəhər mərkəzləri orta Tunuzda heç birisində olmaz. Saxsı qablar Neolitdə varsa, Eneolitdə də var, götürərik. Süni suvarma erkən Tuzda da olmaz. Təsərrüfatda daş alətlərindən istifadə olar. Bu sualda doğru cavabımız 1-3-5-dir. Xronoloji ardıcıllıq bu 1192-dir, düzdür. Bu 1043-dür. Bu 1409-dan sonra, yəni bunu köçürən kimdir? Şahruxdur, 1409-dan sonra köçürəcək. Bu da 1329-dur, düzdürmü? Ardıcıllıq necə olmalıdır? 2, 1, 4, 3. Belə olmalıdır. Baxırıq burada. Burada birinci verilən doğrudur. Osmanlı dövləti 1696-da itirmişdi Azovu, təzədən geri qaytardı 1711-ə görə. 2 də doğrudur. Deməli, 3 amma səhvdir. Nizmin Nabişə aidiyyəti yoxdur. Yekaterinanın hakimiyyətə gəlməsi Rusiyada mütləqiyyəti daha da gücləndirir. Bu səhvdir. Bu da 30 illik müharibənin baş verməsi, İspaniyadan Fransaya keçməsi doğrudur. Bu sualda doğru cavab 1-2-5 olacaqdır. Rəvvadilər dövlətinin Şirvanşahlarla oxşar səlalərdən fərqi. Ərəbdilər hər ikisi. Rəvvadilər, Yəzdilər nəslidir. Şirvanşahlar da Məziyyədlilərdir. Böyük Səlcuqdan asılı olmaları da olar, amma Salarlar Böyük Səlcuqu görməyib. Salarlar amma Slavyanların hücumuna məruz qalıb, Dəbil əmirliyini özünə birləşdirib. Bu olmaz da, yəni Şirvanşahlar Dəbili birləşdirməz. 1-2 olar cavab burada. 1-2. Bu sualda doğru cavab 1-2 olacaq. 57 Otluqbeli döyüşü aiddir Osmanlıya və Ağqoyunluya. Mərv döyüşündə isə Səfəvilər Şeybanilərlə vuruşub. C variantıdır. 2-yə C. Demək, burada Qaraqoyunlu olmaz heç birisində. Bir də Cəlairi olmaz. Bu sualda 1-ə A-dir, 2-yə isə C-dir. Situasiya isə nisbətən asan düşüb. İlk dəfədir ki, deyərdik, bəlkə də son illərdə belə normal situasiya görürük biz. Yəni, burada Fransa, daha doğrusu Yunanistanda olan 431, 404-cü illərdə olmuş vətəndaş müharibəsindən bəhs eləyir. Burada bəhs olunan müharibədə qalib gələn dövlət Spartadır. Doğru cavab yəni konkret sözdür Sparta. Məmmədə bəhs olunan müharibənin başlanmasının bir siyasi və bir iqtisadi səbəbini yazın. Siyasi səbəbi orada üstünlük əldə etməkdir. Çünki belə deyək, İran müharibələrində Yunanlar qalib gəlib, kim daha çox belə deyək də önə çıxır? Afina və burada Sparta təbii ki ona qarşı çıxır. Və burada siyasi səbəb əslində yəni Yunanistanda məsələn belə deyək də hakim dövləti çevrilmək. Amma iqtisadi səbəb orada dəniz ticarəti və orada taxıl ticarətinə nəzarət edə bilməkdir. Bu səbəblər ola bilər. Haqqında bəhs olunan müharibənin Məmmədə verilməyi 2 nəticəsini yazın. Sparta qalib gəlir, Afinanın dəniz ağalığına son qoyulur, olar. Amma başqa əsas nəticəsi burada nədir? Yunan şəhərlər dağıdıldı, yəni müharibə edən tərəflər bir tərəf, digər tərəfi ələ keçirdə dağıdırdı və Yunan şəhər dövlətləri zəiflədi. Gələcəkdə isə Makedoniya işğalı üçün zəmin hazırlandı. Beləliklə mən qısa da olsa bunu izah eləməyə çalışdım. Sağ olun, növbəti video izalarda görüşmək ümidi ilə.